Zəmanət müddəti bitdikdən sonra məhsulda qüsur aşkar etsən, nə etməlisən? Əgər məhsulun zəmanət müddəti 2 ildən azısa və ya ümumiyyətlə zəmanət verilməyibsə belə, alıcı məhsulu aldığı gündən 2 il ərzində qüsur aşkar edərsə, məsuliyyət satıcının üzərinə düşür. Amma burada bir şərt var. Alıcı həmin qüsurun məhsul ona verilməzdən əvvəl mövcud olduğunu sübut etməlidir. Bu halda istehlakçı məhsulun yenisi ilə əvəz edilməsini, malın alış qiymətinin azaldılmasını, qüsurların aradan qaldırılmasını və ya müqavilədən imtina edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb edə bilər. Əgər mağaza bu tələbləri yerinə yetirməsə, Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya məhkəməyə müraciət edilməlidir. Nəzərə almaq lazımdır ki, satıcı qanuni tələbləri yerinə yetirmədiyi halda inzibati məsuliyyətə cəlb oluna bilər.